Pensiyaya 5 il tez çıxmaq üçün nə etmək lazımdır? Əgər şəxsin 5 və daha çox uşağı varsa və ona 8 yaşına dək baxıb tərbiyə edibsə, əmək pensiyaları haqqında qanunun 8-ci maddəsinə əsasən həmin qadınların pensiya yaş həddi 5 il azaldılır. Bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Departamentinin mütəxəssisi Pərvin Əlizadə bildirib. Onun sözlərinə görə, yəni hazırda 2025-ci ildə qadınlar üçün pensiya yaşı 64 yaş müəyyən olunub və vətəndaş artıq 59 yaşındadırsa, ona bu yaşa görə 220 manat sosial müavinət, əgər pensiya hüququ varsa, pensiya təyin olunacaq deyə açıqlamasında qeyd olunub. Yəni, 8-ci maddəyə görə bu kateqoriya uyğun gələn qadınların pensiya yaş həddi 5 il azaldılır. Yəni, əgər bilməyib, vaxtında müraciət eləməyiblərsə, belə başa düşdüm, o almadığı illəri də alacaqdır. Əgər pensiya hüququ varsa, pensiya təyin olunacaq deyil. Bəli. Digər xəbər, ötən